Hoş gördük. Vay! Korkmayın. Yox, qorxmadım. İndi oxuyan siz idiniz. Bəli. Ancaq siz... Tarla icazəsi girdiyim üçün üzr istəyirəm. Yəqin bura sizin sahəniz. Ne evi var? Bura sizin öz evinizdir. Çox sağ olun. Gəlin tanış olaq, mən... Mən sizi tanıyıram. Siz Özbekistanın adlı sanlı manqabaşçısı Lale İsmailovasınız. Bəs siz? Mən balaca adamam. Belə böyük işlər sahibi balaca adam. Mən sizi təbrik eləməliyəm. Yaxşı sahəniz var. Siz əsl ustasınız. Mən usta hardan oldum? Mənə sizin haqqınızda çox deyiblər. Doğrudan? Bəli, mən də bu fikirdəyəm ki, sizin üsulunuzu geniş yaymaq lazımdır. Mənim üsulumu? Əlbəttə. Sizin kimi ustalarımız nə qədər çox olsa, o qədər yaxşıdır. Kolların sıxlığı laf əladır. Hər hektara neçə kol çütüyünü saymısınızmı? Bəli, saymışam. Neçəsi çür, hə? Nə? Mən sizdən hər hektara neçə kol çütüyünü soruşuram. Hə. Sizcə neçə olar? Məncə hər hektara 100 min. 100 min? Hı -hı. Elədir. Biraz da artıq olar. Bilirsinizmi? Sizin sahə çox xoşuma gəlir. Deyin görək, siz hər hektardan nə qədər pambıq yığmaq fikrindəsiniz? Nə? Mən... Bilirsiniz, məhsul barədə qabacadan danışmaq mənə düşmür. Gizlədirsinizmi? Mən heç bir şey gizlətmirəm. Heç belə yarış olarmı? Sizdən gözləməzdim. Zarafət edirəm, biz öhdəmizi almışıq ki, 18 hektarın hərəsindən 90 sentner alaq. Yaxşı zarafatdır. Mən o saat hiss etdim ki, siz əsl ustasınız. Siz ancaq pambıqçıları sevirsiniz. Mən özüm də pambıqçıyam. Amma ümumiyyətlə dünyada maraqlı işlər çox olur. Hər şey adamın özündən asılıdır. Düzdür. El adam var ki, əvvəlcə heç gözə görünmür. Amma sonra birdən el iş görür ki, ham heyran qalır. Elə də olur. Adam gərək öz işini sevə. Bəli, başlıcası sevməzdir. Vay! Deyəsə məni yoldaşlarım çağırır. Biz axşam görüşərik. Harda? Kolxozda. Bilirsinizmi? Biz yaxşı pambıqçılara araqçın və don bağışlayırıq. Sizə həmin hədiyyəni vermək məni çox sevindirər. Mənə? Doğrusu hayküdən rəsmiyyətdə zəhləm gedir. Yaxşısı budur ki, araqçınınızı yadigar olaraq mənə bağışlayın. Bu naxışları özüm çəkmişəm. Bizim belə bir adətimiz var. Qız oğlana yaylıq bağışlayanda... Bu ki yaylıq deyil, bu sadə araqçındır. İndi bu dünyada mənim üçün hər şeydən əzizdir. Vay, məni gözləyirlər, mən getdim. Sağ ol. Kolxozumuz bu il irəlidə gedir. Məhsuldarlığı artırmışıq. Sərgiyən namizədik. Sən daha da gözəlləşibsən Laləcan.